Gördüğünüz bak bura Biləcəri qəsəbəsi Natavan küçəsi. Yəni yolun magistral yolun qırağıdır. Bax burada demək ağacları bu formada kəsib doğranıb. Amma yəni bir şey var ki, burada aşan ağaclar da var. Yəni aşıblar da quruyub ağaclar da bu da qalacıda baxın. Demək aşmaq təhlükəsi olanlardır. O fikir verin, bütün ərazidə hamısı bu formada. Hətta burada yəni ağac kəsilib. Bu kökü də yəni boş formadadır. Kəsilib amma ağac yoxdur ərazidə. Yəni bunu kim götürür, kim daşıyıb onu bilmirik və gəlirik. Demək hətta burada yaş ağac. Yəni baxın, yaş ağac dibindən kəsilib və daşınıb. Aparılıb, yoxdur. Yəni köhnədən kəsilən quru ağaclar da var. Və girdikcə yəni bu yaşıllığa burada məsələ nədir? Ağaclara rəng kraska vurulub, hamısına nöqtə-nöqtə. Yəni bu kim vurub bunu, şot hesabıdır, nədir, filandır, yəni onu biz bilmirik. Ağacların hamısında qırmızı nöqtə, yəni nömrə yox, nöqtə kraskalanıb və ərazidə bütün hamısına baxın. Demək ağaclar hətta aşıb, yola düşənləri də var. Və buna yəqin ki, herhalde araşdırmaya ehtiyac var. Demək, yol bu hamısı. Və burada gəlirsən, demək, yaş ağacdır. İndi bu da bilmirik. Yəni bunun kökü yoxdur hal-hazırda. Baxın, yarpaqlarına. Yəni bu ağac kəsilib, götürülür. Sizlərinizdə təzə olan bir şeydir. Yəni bunun kök istiqaməti yoxdur. Yəni kökü yoxdur buranın. Və bəli, bax kökü də budur. Ağac yaş ağacdır. Yəni nə aşmayıb, nə falan. Yəni onlarla belə yaş ağacı qırıblar. Baxın, fikir verin, gör. Budağından da bilinir ki, ağaclar yaşdır. Baxın, belə hamısını da üstünü bastırıblar. Gəldi başqa bir ərazi. Hətta burada maşın da gəlib, ağır texnikadır. Bu ərazidən də baxın, kəsiblər odun formalı nəsə daşıyıblar. Və üzü o tərəfə hamısı belədir. Baxın, biri də buradadır. Fikir verin. Və ağaclar hamısı belə qırmızı, göy, nöqtə kraskalanıb, yəni nömrə deyil. Və bunlar da daşınıb. Yəni bu ağaclara ya agrotexniki qulluq aparmadığı üçün bunların çoxu quruyub, ya da ki, burada mülkiyyətçi kimdirsə, demək, məqsədli şəkildə bunlar eləyib və bu günləri götürüb bəzi mətbuat orqanları yayıblar ki, burada ekspertiya idarəsinə mülkiyyətçi müraciət edib. Amma video və şəkil müraciət deyil. Ekspertiya, Dövlət Ekoloji Ekspertiya Agentliyindən buranın rəsmi mülkiyyətçinin müraciəti olmadığını bildirdilər. Yəni rəsmi müraciəti yoxdur. Yəni rəsmi müraciəti olmadığı halda bunlar necə gəldi buranı kəsib dağıdıblar. Araşdırmaya ehtiyac var. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Dövlət Ekoloji Ekspertiya Agentliyi. Yəni xahiş edirəm bunlara bir nəzarət edin. Və hətta burada biz gəldik, bunlar ağac buradan demək götürülüb. Hətta ağacın yəni kökü istiqamətində də bura qazılıb. Yoxdur. Ağac çıxarılıb və belə doğranıb. Baxın, demək bu ağacın nə burada aşacaq yeri yoxdur, nə bir şey. Və bu formada buraları doğrayırlar hamısının ağacları. Araşdırmaya ehtiyac var.